Değerli izleyicilerim, her vaxtınız xeyirli olsun. Bugün salamlarımı göndereceğim. Deniz kızımıza ilk önce Deniz'e buradan çok sevdiğimi söylerim. Salamlarımı göndərirəm. Xüsusi salamları Deniz'e göndərirəm ki, o məndən inciyib neçə dəfədir mənə yazıb. Mən onun salamını göndərməmişəm ona, adını qeyd etməmişəm deyilənə görə. Amma bu tamamilə yəni bilməyərəkdən olub. Hər hansı bir bilərekdən, yəni hansı bir səbəbə görə etməmişəm. Sadəcə gözdən qaçıb görməmişəm. Dənizə mən buradan salamlarımı göndərirəm, öpürəm. Aysun Xırda. Bilmədim bu Aysun Xırda ayrı-ayrıqda adlardır, yoxsa soyad mı? Soyad da belə olmaz təbii ki. Yəqin ki, ayrı-ayrıqda adlardır. Hər ikisinə buradan salamlarımı göndərirəm. Turhan Hüseynliyə salamlar, Nihat Quluzadəyə salamlar, Nuray Lətifovaya salamlar, Aysun Həsənli salamlar, Ayşə Laçınova salamlarımı göndərirəm. Şəhanə qızımıza amin. Əsma salamlar hər ikinizə. Mehin Ələkbərzadəyə salamlar göndərirəm. Aysel İsabalayeva. Onlar hər ikisi Qusar rayonu Çubuqlu kəndindəndir. Buradan Qusar rayonuna qucaq dolusu salamlarımı göndərirəm. Bu yaxınlarda orada oldum. Hətta dünən deyərdim orada oldum. Çox qəşəng qar yağmışdı. Çox gözəl mənzərə var idi həqiqətən. Hal-hazırda Qusar çox belə əsl turistik zonadır, əsl getməli yerdir. Salamlar göndərirəm Qusar rayonuna, Çubuqlu kəndinə. Esmira qızımıza salamlar, Yusif Mirzəzadə salamlar göndərirəm. Ayşə Əliyevaya salamlar. Ayşədən boluq, Fatimədən boluq ən sevdiyim adlardır bu arada. Sona Səbinə hər ikisinə qucaq dolusu salamlar. Yəqin ki, ya badruqa dostdular, ya bacıdılar. Yenə də hər ikisinə salamlar. Murad salamlar. Əsma Məmmədli salamlar. Esmira salamlar. Cavid salamlar göndərirəm. Mələk Həsənovaya salamlar. Xədicə Əskərli salamlar. Turxan Səlimliyə salamlar. Rüfət Cəlilov salamlar və Rüqaya salamlarımı göndərirəm. Əzizlərim, hər birinizi sevirəm. Yaxşı ki varsınız. Siz hərdən yazırsınız mənə ki, yaxşı ki varsınız müəllim, amma sizlər də yaxşı ki varsınız. Çünki sizlər olmasanız bu videoların heç bir önəmi olmaz, dəyəri olmaz. Sizlər də yaxşı ki varsınız. Hər birinizi sevirəm və hər birinizə salamlarımı göndərirəm. Mənim üçün çox dəyərlisiniz. Keçək dərsimizə. Deməli, keçən dərsimizdə Şimali Amerika, Avrasiya, Şimali Amerika, Cənubi Amerika bunlardan danışdıq. Bugün dərsimiz Afrika, Avstraliya, hətta Azərbaycanda çox güman ki, izah edəcəm. Demək olar ki, bu dərsləri izah eləmişəm, amma bugün onların izahına baxacaq. Səhv etmirəmsə, izah etmişəm Afrikanı da. Afrikanın relyefi əsasən platolardan ibarətdir. Plato yəni yaylalardan ibarətdir. Qitənin şimal və qərb hissələri hündürlüyünə görə cənub və şərq hissəsinə fərqlənir. Yəni qısacası Afrikanı iki regiona bölürlər. Şimal-qərb və cənub və şərq hissələrə bölünür. Afrikada xüsusilə Çad gölü ətrafında şahid dağlar yaranmışdı. Bəli, keçmişəm. Xatırlayıram ki, bu dərsi elə bir sizə izah etdim. Bax, bu Çad gölüdür. Çad gölü ətrafındakı şahid dağlar. Bax, burada uşaqlar Axaqqar, Tibesti və Darfur şahid dağlarıdır. Bura Efiopiya yaylasıdır. Bura Viktoriya gölüdür və sahilində, kənardakı bütün yer Kilimanjaro dağını göstərir. Vulkanik dağdır bu arada. Afrikada yeganə cavan dağ Atlas dağıdır yuxarıda göstərdiyim. Bura isə Kap və Əjdaha dağlardır. Onlar isə qədim dağlar hesab olunur. Və dediyimiz kimi şahid dağlar Axaqqar, Tibesti və Darfur şahid dağlarıdır. Afrikanın bu arada bu hissəsi, yəni Somaliya yarımadası tərəf bura tektonik çat var bu ərazidən və Somaliya yarımadası Afrikadan ayrılır. Bax, buradan bura qədər tektonik çat var. Daha sonra görək nə deyəcəyik. Burada şahid dağlardan danışdıq. Onlardan ən böyükləri Çad, Kongo və Kalaharidir. Burada çökəkliklərdən söhbət gedir. Çökəkliklərdən ən böyükləri Çad, Kongo və Kalaharidir. Bu əraziləri göstəririk. Kongo buradır. Yuxarıdakı Çad, Kalahari çökəkliyi də buradır. Həm də Kalahari səhrası var bu arada həmin yerdə. Afrikanın fiziki xəritəsini gördüyünüz kimi Afrikada qurunun ən böyük tektonik çatı bayaq dediyim rift dərəsi yerləşir. Rift zonası aktiv vulkanlar, dərin və uzunsov göllər var. Hansı göllər var desək, Tanganika və Niasa göllərini nümunə gətirə bilərik. Bax, burada Tanganika, Niasa, onlara həmişə deyirəm ki, arıq olur, arıq, uzun, həm də dərin göllər olur o göllər. Çünki tektonik çat üzərində yerləşirlər.
Yəni sualımızın cavabı olacaq. Kimsə sizə sual versə, niyə görə dərindir, niyə uzunsov olurlar? Çünki tektonik çat üzərində yerləşir. Bax, bu Viktoriya gölü o tektonik əyilmədə yerləşir. Ona görə də çat üzərində yerləşmədiyi üçün çox da dərin deyil və uzunsov deyil. Afrikanın ən böyük, ən hündür zirvəsi Kilimanjaro 5895 metrdir. Və burada bir də alçaq nöqtəsi isə Assal gölü ətrafındadır, mənfi 155 metrdir. Tavaların hərəkət nəticəsində Afrikanın şərq hissəsi qitədən aralanaraq şərqə doğru gedir. Mən bu sözü nədənsə deyə bilmirəm deyəsən. Son vaxtda aralanaraq şərqə doğru gedir. Bu da Afrikanın xəritəsi və dərəcə toluna əsasən biz bu suallara cavab verəcəyik birazdan. Avstraliya sayısına görə ən kiçik qitədir. Burada nə vulkan var, nə də zəlzilə. Kim istəyirsə zəlzilə vulkan görməsin, Avstraliyaya gedə bilər. Nəyə görə yoxdur uşaqlar? Çünki tektonik tavalar üzərində yerləşmir. Və yaxud da litosfer tavaların toqquşma zonasında yerləşmir. Bax, bununla izah edə bilərsiniz. Avstraliyada demək dağların zirvələrində buzlaqlara rast gəlinmir. Ən hündür dağı buradır, böyük su ayrıcı dağlarıdır. Ən hündür zirvəsi Kastyuşkadır, 2228 metr hündürlüyü var. Orada dağ buzlağı necə yaransın? Təbii ki, yarana bilmir. Onun şərq hissəsində dağlar, mərkəz hissəsində müxtəlif hündürlüklü düzənliklər və şahid dağlar var. Bu hissələrdə isə yaylalar, platolar və müxtəlif hündürlüklü şahid dağlar var. Ancaq yəni orada dağlara rast gəlinmir. Demək olar ki, dağlara rast gəlinmir. Bu da Uluru. Uluru 9-cu sinif materiallardır. Bax, bunlar sizə deyirəm ki, siz qəhrəmansınız. 9-cu sinifdə öyrəndiklərini siz indidən öyrənirsiniz. Uluru qitənin mərkəzində səhralıq ərazidə şahid dağdır. Bu, qırmızı rəngə çalan qum daşı süxurlarından ibarətdir. Uluru Avstraliyanın yerli əhalisi olan aborigenlər üçün müqəddəs. Aborigen yerli əhali deməkdir. Avstraliyanın yerli əhalisinə deyilir. Uluru dəniz səviyyəsindən 863 metr yüksəklikdə yerləşir. Burada qədim yaşayış məskənləri olan mağara və qayaüstü rəsmləri. Bizim qayaüstü rəsmlərimiz hardadır? Qobustandadır, düzdürmü? Uluru ilə bizim oxşar cəhətimiz odur ki, yəni Qobustan qayaüstü rəsmləri hər ikisində, yəni qayaüstü rəsmlərə rast gəlir. Relyef olaraq ikimizinki də oxşardır. Bu da dərəcə toru, yenə bu suallara cavab verəcəyik. Bir də Azərbaycana baxaq. Ən gözəl dərs. Sırf özümüzə aid olduğu üçün bunu daha çox həvəslə izah etmək istəyirəm. Siz də həvəsli şəkildə, diqqətli şəkildə dərsimizə qulaq asın, öyrənin və sonradan sevərək tapşırıqlarınızı işləyin. Amma çox xahiş edirəm ki, birbaşa tapşırıqlara keçməyin, videonu diqqətlə qulaq asın, anlayın, başa düşün. Ondan sonra, çünki KSQ yazarkən o tapşırıqların cavabları sizə yardım etməyəcək. KSQ yazmazdan öncə bunları siz öyrənməlisiniz, anlamalısınız ki, KSQ-də sizə bunlar çox kömək edəcək uşaqlar. Məqsədim də onsuz ki, budur. Azərbaycanın əsrarəngiz təbiətə malikdir. Bunu deməyə belə ehtiyac yoxdur, gözəl Azərbaycanımız. Bunun səbəbi ölkəmizin relyefinin müxtəlifliyidir. Burada zirvələr, il boyu qar və buzlaqlarla örtülü olan dağlara, geniş düzənliklərə, vulkanlara, ensiz və dərin çay dərələrinə, yəni nə desən var ölkəmizdə. Vulkanı var, dağı var, düzənliyi var, çayı var, göl var. Hansı mənşədən desən çaylara, göllərə daha doğrusu rast gəlinir və yaxud da dağlara rast gəlinir. Azərbaycan relyefinin formalaşmasına müxtəlif amillər təsir edir. Görək bunlar hansı amillər ola bilər? Təbii ki, tektonik quruluş önəmlidir, geoloji quruluş önəmlidir. Ölkəmizdə bir-birindən kəskin seçilən ən böyük relyef formaları hansılardır? Böyük Qafqaz, baxaq burada hamısını göstərmək istəyirəm. Bura Böyük Qafqaz dağlarıdır. Bura Kiçik Qafqaz dağlarıdır uşaqlar. Bura Kürəlas ovalıqdır, ortalıq. Bura hətta Qanıq Ərçayda ora daxildir. Bir də arazboyu düzənliklər var. Arazboyu düzənliklər orta arazboyda var, aşağı arazboyda var. Bax, burada Naxçıvanın düzənlikləri var. Sədərək, Şərur, Böyükdüz, bir-bir saysaq, Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı və Ordubad düzənlikləri. Bir də aşağı arazboyu düzənlikləri var. Bura orta arazboyu idi. Burada da Gəyən, İncə, Hərami düzənlikləri var. Bu Talış dağlarıdır. Bura Lənkəran ovalığıdır. Hər birinə çalışın, ayrı-ayrı da qulaq asın. Eşidin nə demək istədiyimi. Sonra bura Acınohor, Ceyran çöldür. Bura Acınohordur, burada Ceyran çöldür. Bura Qanıq Əyilçay ovalığıdır. Burada uşaqlar yuxarıda bu isə Samur dəvəçi və yaxud da Şollar düzüdür. Bura dediyimiz kimi Qanıq Əyilçay ovalığıdır. Burada Qusar Maili düzənliyi var. Bura Abşeron Qobustandır. Yəqin ki, Bakılılar, orada yaşayanlar bilir. Burada Qarabağ zonasıdır, Qarabağ vulkanik yaylasıdır, Qarabağ sıra dağlarıdır uşaqlar. Burada Mirmuğan, deməli, burada Cənub-Şərqi Şirvan, burada Salyan düzüdür, Şirvan düzüdür, burada Cənub-Şərqi Şirvan düzüdür. Bunların hamısı ilə az-çox tanış olmalıyıq, öyrənməliyik ki,
ölkəmizdir. Biz hər şeydən yaxşı öyrənməliyik Azərbaycan. Azərbaycan ordusunun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi buranı artıq qürurla, sevinclə oxumaq lazımdır uşaqlar. Azərbaycan ordusunun 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi qələbənin şərəfinə Baş Qafqaz silsiləsində Bazardüzü zirvəsindən şərqdə yerləşən adsız yüksəkliyə Zəfər zirvəsi adını vermişdi. Bu Qusar rayonu ərazisində yerləşir. Burada 4301 metr hündürlüyə malikdir. 2 il bundan öncə deməli abituriyent imtahanına salmışdılar. Blok imtahanına, qəbul imtahanından söhbət gedir. Salmışdılar. Zəfər zirvəsi Azərbaycanda ikinci ən hündür zirvə sayılır. Bazardüzü 4466 metrdir. Zəfər zirvəsi isə Bazardüzüdən sonra ikinci hündür zirvədir. 4466 metr uşaqlar. Naxçıvandakı dağ silsilələri də Kiçik Qafqaz dağlarına aiddir. Ordubad rayonundakı Qapçıq zirvəsi bütün şəhidlərimizi bu arada həqiqətən öz şərəfi ilə şərəfli vəzifəsini yerinə yetirən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qalanlarımıza Allah can sağlığı versin, digər əsgərlərimizi Allah qorusun. Bunların hamısını onlara borçluyuq təbii ki. Bunu onlar sayəsində bacardıq uşaqlar. Naxçıvandakı dağ silsilələri Kiçik Qafqaz dağlarına aiddir. Yəni Naxçıvanda saydığımız, daha doğrusu göstərmədim mən sizə. Naxçıvanda hansı dağlar var uşaqlar? Bu hissədə Dərələyəz, bura isə Zəngəzur dağlarıdır. Bu arada Zəngəzur dağları Dərələyəzdən daha hündürdür. Hətta Qapçıq zirvəsi Naxçıvanda yerləşir Dərələyəzdə. Deməli, qulaq asaq, Ordubad rayonundakı Qapçıq zirvəsi Kiçik Qafqazın Azərbaycanda yerləşən ən hündür zirvəsidir. Naxçıvanda ümumiyyətlə Kiçik Qafqazın ən hündür zirvəsi Ermənistan ərazisində düşür. Amma Azərbaycanda ən hündür zirvə Qapçıqdır. Ordubad rayonunun ərazisində Qapçıq zirvəsi Kiçik Qafqazın Azərbaycanda yerləşən ən hündür zirvəsi sayıldı. Nə qədərdir hündürlüyü? 3904. Kiçik Qafqazda Başqarlı, yəni qar xəttindən yuxarıda yerləşən yeganə dağ həmin Qapıcıq zirvəsidir. Qar xəttindən yuxarı deyəcəksiniz, müəllimə, nə deməkdir qar xətti? Qar xətti heç vaxt qarın ərimədiyi, əriməyə macal tapmadığı hissədir uşaqlar. Daimi başı qarlı zirvələr. Bax, oradan söhbət gedir. Şirvan düzü Böyük Qafqaz dağları ilə Kür çayı arasında Kürün solunda yerləşir. Bu Kirarozovalın ən böyük düzənliyidir. Relyef hamardır. Təbii ki, düzənliklərimiz bir qayda olaraq demək olar ki 200 metr dərinliyə qədər olur. Hətta bu düzənliklərdə Kirarozovalığında mənfidə yerləşən düzənliklərimiz var. Yəni bəziləri okean səviyyəsindən aşağıdadır. Mənfi deyəndə okean səviyyəsindən aşağıda nəzərdə tutulur. Şirvan düzünü də burada xəritəmizdə göstərdik, amma bir daha da göstərmək istəyirəm. Bax, bura Şirvan düzüdür. Azərbaycanın ən böyük düzənliklərindədir. Bura Gəncə Qazaqdır, bura Qarabağ düzənlikləridir. Bura isə cənub-şərqi Şirvandır. Kürün solunda yerləşir Şirvan da, cənub-şərqi Şirvanda. Amma sağında Mil, Muğan və Salyan düzənliklərini deyə bilərik. Hələ ki, bu qədər öyrənsəniz, xeyli irəliləyiş əldə edəcəksiniz. Yəni, gələcək dərslərimizdə, yuxarı siniflərdə siz hələ 9-cu sinifin materialını bu şəkildə öyrədilirsə sizə, siz gələcəkdə alim olacaqsınız. Sadəcə, sizin boynunuza düşən odur ki, hər bir dərsi öz yerində, vaxtında öyrənəsiniz, daha çox yüklənməsin. Yəni, hər şeyi vaxtında öyrənmək lazımdır ki, çox yüklənməsin. Üst-üstə yığıldıqca sizə bezdirici ola bilər. Keçək izahlarımıza. Dünyanın fiziki xəritəsinə əsasən A-ya və A-ya əsasən tapşırıqlar yəni A şəklində. AC xətti üzrə dağlar və düzənliklər deməli cədvələ əsasən uşaqlar bayaq göstərdiyimiz o cədvələ əsasən bunu özünüz də yaza bilərsiniz. Atlas dağlarıdır. 32 dərəcə şimal enliyi və 8 dərəcə qərb uzunluğu, hündürlüyü 4000, yəni ən hündür zirvəsi 4165 metr, o da Tubqal zirvəsidir. Atlas dağları Afrikada dedik ki, ən hündür, daha doğrusu ən hündür yox da ən cavan dağdır. Ən hündür niyə görə demirəm? Çünki Kilimanjaro vulkanı, o da dağdır, vulkanik dağdır. Hündürlüyü 5895, həm də Afrikanın ən hündür nöqtəsidir. Axəqqar yaylası var, 23 şimal enliyi 6 dərəcə şərq uzunluğu 2908 metr hündürlüyü var. Kilimanjaro vulkanı 4 dərəcə cənub enliyi və 38 dərəcə şərq uzunluğu 5895 metr hündürlüyü var. Afrikanın şərqində yerləşir. Bu arada uşaqlar, bunları tez-tez keçmək istəyirəm ki, həmin o koordinatlar olan yeri 3 mövzunun, daha doğrusu 3 materiki izah edirəm. Avstraliya, Afrika, bir də Azərbaycana əlavə bir materik yerinə qoyaraq əlavə edirəm ki, yəni dərsimizin suallar çoxdur biraz. Tez-tez keçir bu hissəni. B-də Şahid dağlardır. Hansı Şahid dağlar? Deyir ki, A-da Şahid dağlarının yerini müəyyən edir. Şahid dağlar bayaq göstərdik. Axəqqar, Tibesti, Darfurdur. Bu da Sahara platosu üzərindədir.
Afrikanın dağ və düzənliklərini aşağıda verilən cədvəllə qruplaşdırın. Cavan dağlar Atlasdır, qədim dağlar Kap əjdahadır. Bunların hamısını bayaqları göstərdim. Tektonik dağlar kimə çatmadısa, kim yaxşı başa düşmədisə, yenidən qulaq assın uşaqlar. Tektonik dağlar elə bu bütün dağlar tektonik dağlardır. Vulkanik dağlar deyəndə Kilimancarodur, Kamerundur, Kenyadır, Afrikanın fəaliyyətdə olan vulkanlar və burada platolar göstərir. Platolar, yəni yaylalardır. Axakar tibesini göstərdim. Efiopiya platosu var, həmçinin onu da göstərdim. Efiopiya yaylası və yaxud da. İkinci B şəklində tavaların hərəkət istiqamətini müəyyən edin. Afrika tavası deməli tavasında yaranan Şərqi Afrika sınma boyunca Afrika tavası Somali tavasına uzaqlaşır. Bayaq da dedim, Somali tavası şərqə, Afrika qərbə doğru hərəkət edir. Bir-birindən ayrılır. Yəni vaxt gələcək ki, necə ki Ərəbistan, Hindistan Afrikadan ayrılıb, o da yəni Somali tavası da oradan ayrılacaq. Afrikanın getdikcə sahəsi azalacaq. Avstraliyada zəlzələ vulkanların olmamasının səbəbi nədir? Bayaq dediyim litosfer tavların sərhədindən kənarda yerləşir. Ona görə də seysmik cəhətdən aktiv deyil. Ərazidə zəlzələ vulkan baş vermir bunun üçün. AC xətti üzrə səyahət edin. Yenə həmçinin A yayla platodur. 24 dərəcə cənub eni 133 şərq uzunluğu 1479 metr. Eir gölü 32 dərəcə cənub eni 137 şərq uzunluğu -16 metr. Kastiyushka 37 dərəcə cənub eni 147 şərq uzunluğu 2228 metr. D şəklində dağın qırmızı rəngə çalması. Dağın qırmızı rəngə çalması bayaq altında da oxuduq ki, dəmir birləşmələrindən ibarətdir. Qırmızı rəngə çalır. Qayaüstü rəsmlərə görə olur. Azərbaycan hansı ərazisinə bənzəyir dedik bayaq. Qobustan qayaüstü rəsmləri bir-birlərinə oxşuyur. Və qitənin düzənlikləri cədvəldəki kimi qruplaşdırın. Qərbi Avstraliya yayladır, yəni platodur. Ovalıq olaraq Nalarbor ovalığını göstərmək olar. Azərbaycana keçək. Azərbaycan fiziki xəritəsinə deyəcək müəllimə Azərbaycan niyə rəngli deyil? Biraz tələsik şəkildə yazmışam. Amma mən elə gəlir qırmızı rəng daha çox göz ağrıdandır. Ona görə Azərbaycanı digərlərindən seçmişəm. Azərbaycan fiziki xəritəsi A xəritəsinə və mətnə əsasən Azərbaycan əsas relyef formalarını xəritədə müəyyən edin. Ən iri relyef formaları bayaq dedik. Böyük Kiçik Qafqaz dağlarıdır, Talış dağlarıdır və Araz boyu Firaz ovalığıdır. Bunlar üçün sizə belə bir xəritədə yerləşdirmişəm. Bu xəritənin üzərində də göstərə bilərəm. Böyük relyef formalarını, bura Böyük Qafqaz dağlarıdır, bura Küraraz ovalığıdır, ən böyük relyef formalardır. Hətta Böyük Qafqaz dağlarında iki silsilə, baş su ayrıcı və yan silsiləni bilsək, burada Sudur silsiləsidir. Sərhədlərimizi göstərəndə onu da göstərəcəm. Burada Şirvan düzünü bayaq göstərdim. Bura Şirvan düzüdür, Mil, Muğan, Salyan, Cənub-Şərqi Şirvan, Qarabağ düzü bunların hamısını bayaqları göstərdim. Deməli, AB, CD, YF üzrə səyahət edin, baxaq. AB xətti üzrə getsək, Samur, Dəvətçi, Qusarmali düzənliyi, yan silsilə, baş su ayrıcı silsilə, Acnuhur alçaq dağlığını görəcəyik. CD xətti üzrə getsək, Murov dağ, bura Kiçik Qafqaz üzrədir. Qarabağ və Qarabağ vulkanik yayla ayrı-ayrı dağlardır. Biri Qarabağ sıra dağlardır, biri Qarabağ vulkanik yaylasıdır. Biri yayladır, biri dağdır. Zəngəzur dağları və Arazboy düzənliyi. Zəngəzur dağları hardaydı? Naxçıvanda. YF xətti üzrə getsək, Talış dağları, Peştəsər, Lənkəran ovalığı. Keçici dağ silsilələri mənşəyi və yaşına görə desək, AB üzrə getsək, tektonikdir, qayalı, qırışıq dağlardır və cavan dağlardır. CD üzrə getsək, bir də əlavə vulkanik dağ deyəcəyik bura, tektonikdən əlavə. YF üzrə də getsək, yenə Böyük Qafqazda kimi tektonik, qırışıq dağlar, cavan dağlardır. Aid olduğu deməli vulkanik dağ olaraq Kiçik Qafqaz göstərdi. Çünki burada Qarabağ vulkanik yaylası yerləşir. Orada sönmüş vulkanlar var. Ona görə həmin dağ vulkanik dağda həm də hesab olunur. Bu da Kiçik Qafqaz hündürlüyünə görə deyəcək Böyük Qafqaz bazar düzü. Kiçik Qafqaz qapıcıq, bayaq dediyimiz Zəngəzur dağlarında qapıcıq 3904 və Talış dağları Kömürköy 2493 metr. Bir də 2433 var Qızıyurdu zirvəsi. Talış dağlarının hündür zirvələridir. Beynəlxalq xəttlərin keçdiyi dağların arasında hansı ərazidə yerləşdiyini, bu ərazinin relyefini Firaz ovalığıdır. Bu Böyük Kiçik Qafqaz dağları və Talış dağları arasında yerləşir. Ərazi hamar düzənlikdir, mənşəyinə görə akkumulyativdir. Və qərbdən şərqə doğru hündürlük azalır. Ümumiyyətcə qərbdən şərqə doğru hündürlük hər yerdə azalır. Azərbaycanda hər yerində. Şimal-qərbdən cənub-şərqə doğru hündürlük əsasən azalır. Hündürlük 200 metrə qədərdir. Ovalıq olduğu üçün uşaqlar Küraz ovalığı okean səviyyəsindən 200 metrə qədərdir. Yəni okean səviyyəsindən hətta oradan aşağı hündürlükdən başlayaraq 200 metrə qədər davam edir. BCD şəkillərində təsvir edilən obyektləri A xəritəsində. Demək, bu Zəfər zirvəsi, Qapıcıq zirvəsi və Şirvan düzüdür. Bayaq yerlərində göstərdim. Fiziki xəritədə yenə Azərbaycan düzənliklərini qruplaşdırın. Yazı, Mir, Qusarmali düzənliyi, Şirvan, Muğan və Lənkəran düzənliyi. Düzənlikləri belə göstərəcək. Düzənliklər Qarabağ
Düzü akkumulyativdir, ovalıqdır. Yazı yaylası, yayla dediyimiz üçün denudasiyadır, denudasiyon mənşəlidir. Denudasiya parçalanmaydı, akkumulyasiya toplanmadır. Platodur, denudasiyon düzənliklər platolar adlanır, yeni yaylalar. Mil düz akkumulyasiyadır, ovalıqdır. Hansı düzənliklər ovalıqdırsa akkumulyativdir, yayladırsa denudasiyondur. Qusarmalı düzənliyi denudasiyondur, platodur. Yəni Şirvan akkumulyasiyadır, ovalıqdır. Muğan da həmçinin, Lənkəran da həmçinin akkumulyasiyadır. Yəni toplama nəticəsində yaranıb və ovalıqdır mənşəyinə görə. Azərbaycanın qonşu ölkələrlə sərhəd boyunca yerləşən dağ və düzənlikləri şimaldan Rusiya ilə Sambur Dəvəçi və Şollar düzü, Qusarmalı düzənliyi. Bunların hamısını göstərəcəm indi sizə. Şimal-qərbdən Gürcüstan, Sudur silsiləsi, Başqafqaz silsiləsi, Ceyrançöl, Acınöhür, Qanıqaya çay çökəkliyi. Qərbdən Ermənistandan Şahdağ silsiləsi, Murğuz, vulkanik yayla. Cənub-qərbdən Türkiyədə Araz çayıdır. Cənubdan İranla Naxçıvan düzənlikləridir. Gəyən İncə Hərami düzənliyidir, Milmuğan və Talış dağları. Bax, burada göstərəcəm mən sizə. Deməli, tez bir şəkildə göstərin. Böyük Qafqaz dağlarından, ümumiyyətcə bu hissədən başlayaraq şimaldan Rusiyanın sərhəddə Samur Dəvəçidir, Qusarmalı düzənliyidir, Baş su ayrıcı silsilədir, Sudur silsiləsidir burada yerləşir. Deməli, Samur, Sudur, Samur, Sudur, Samur çayıdır, Sudur silsiləsidir, Baş Qafqazdır, yəni Baş su ayrıcı silsilədir. Bunlar Rusiya ilə sərhədimizdə yerləşir. Gürcüstanla sərhədimizdə Qanıqaya çay düzənliyini göstərə bilərik buradan. Bax, bu ərazidən deməli, Mazın çay, Katix çay, Qanıq çay, bunları biz sizə ətraflı çox da belə yəni demirik. Amma şimal-qərbdən demək Gürcüstanla Ceyrançöl, Acınöhür də əlavə edirsiniz, Baş Qafqazı. Bu Gürcüstandan Sudur silsiləsi, Baş Qafqaz silsiləsi yox, uşaqlar. Bu Rusiyanın da sizə qarışıq düşüb deyəsən. Deməli, Gürcüstandan götürəcəksiniz Acınöhür, Ceyrançöl və Qanıq Ərçay. Bunu zəhmət olmasa düzəldin. Sudur, Baş Qafqaz silsiləsini Rusiyanın ərazisinə, Rusiyanın sərhəddə yerləşdiyini yazın. Amma Ceyrançöl, Acınöhür, Qanıq Ərçay çökəkliyi Gürcüstandandır. Texniki səhv gedib. Qərbdən Ermənistandır, Murğuz, Şahdağ, Şərqi Göyçə. Buradan başlayacaqsınız. Bu hissədən Murğuz göründüyü kimi Şahdağdır. Şərqi Göyçə silsiləsidir, Qarabağ vulkanik yaylasıdır və Yazı yaylasıdır. Ermənistanla sərhəddə bunları deyə bilərsiniz. Bir də Naxçıvanda Zəngəzur dərələyəz. Bunlar Ermənistanla sərhəddədir. Türkiyə ilə sərhəddə, cənub-qərbdən Türkiyə ilə sərhəddə Araz çayı vasitəsilədir. Burada da İranla deməli Naxçıvan düzənliklərini göstərəcəksiniz. Naxçıvandır, deməli Sədərəkdir, Şərurdur, Böyük Düzdür, Naxçıvandır, Gülüstandır, Yaycı və Ordubad düzənlikləridir. Bir çox düzənliklərimizin adı var. Burada Gəyən İncə Hərami düzənlikləridir. Milmuğan, buradan da Talış dağları, Talış silsiləsi vasitəsilə deməli İranla sərhədimizdə yerləşir. Bu da bizim möhtəşəm dərsimiz. Bir dərsdə ki, Azərbaycan haqqında məlumat varsa, əlbəttə ki, o dərs möhtəşəmdir. Hər şeyə layiqdir, hər bir gözəlliyə layiqdir Azərbaycan. Belə, inanıram ki, dərsimiz sizin üçün sıxıcı olmadı, dərsimiz ətraflı oldu, hər şeyi anladınız. Hər birinizə uğurlar arzulayıram. Gələn dərsimizdə görüşmək ümidi ilə. Sağ olun.